Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 17-sində 9 illik orta təhsil bazasında müxtəlif imtahanlar keçirilmişdi. Həmin gün Bakı, Abşeron və Sumqayıtda bəzi yerlərdə imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunmuşdu. Bu hal nəzərə alınaraq qeyd olunan şəhərlərdə imtahanda iştirak eləmiş və ya imtahana gedə bilməyən şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 21-də imtahanın keçirilməsi nəzərdə tutulur. Təkrar imtahana yalnız qeyd elədiyimiz şəhərlərdə, yəni Bakı, Abşeron, Sumqayıtda keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər. Bunun üçün onlar Dövlət İmtahan Mərkəzinin saytında mayın 27-sinə qədər müvafiq keçid yerləşdirilibdir. Orada mütləq qeydiyyatdan keçməlidirlər. 17 may tarixində imtahanda iştirak eləmək üçün buraxılış vərəqəsini əldə edən, lakin hava şəraiti ilə əlaqədar gecikməyə görə imtahanda iştirak etməmiş abituriyentlər üçün bu imtahan ödənişsizdir. Yəni onlar hansısa bir ödəniş eləmirlər. İmtahanda iştirak etmiş abituriyentlər isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə yenidən imtahana yazıla bilərlər. Ancaq biz bir daha xatırladırıq ki, bu sırf aiddir Bakı, Abşeron və Sumqayıt şəhərlərində imtahan vermiş abituriyentlərə.